son dövrdə baş verən proseslərə nəzər salanda biz görürük ki, bir sistemli iş aparılır. Birinci, nə etdilər? Şah İsmayıl xəta ilə bağlı məsələni gündəmə gətirdilər. Hansısa qüvvələrin vasitəsi ilə güya xətayı İran şahı olub, Səfəvi şah xətayını az qala təriqət mollası eləyiblər bəzi qüvvələr. Şah xətayı güya Səfəvilər İran dövləti olub, sonra başladılar Fars dili məsələsini gündəmə gətirməyə, sonra Zəngəzur dəhlizi, yəni ardıcıl formada İranın lehinə işləyəcək təbliğat aparırlar. Bilirsiniz, bizdə bu tarixi şəxsiyyətlərlə bağlı bizim sizlə də özəl söhbətlərimiz olub dəfələrlə. Və bu son polemikalarda da ümumiyyətlə mən məsələlərin nə qədər ucuzlaşdırıldığının şahidi oldum. Hərçənd ki, bu polemikanı aparanlar bizim hamımızın tanıdığımız, münasibətimiz olan yoldaşlardılar və biz də onların elminə, savadına şübhə ilə yanaşmırıq. Amma çox təəssüf ki, hal-hazırda gedən polemikaları aparan yoldaşların heç biri, bizim bir dostumuz var, o həvəskar tarixçilər deyir bizim bu yoldaşlara. Yəni, peşəkar tarixçilər aparmalıdır bu müzakirələri və peşəkar səviyyədə aparmalıdırlar. İkincisi, biz tarixi şəxsiyyətlərimizi kimlərin müzakirə edəcəyini bir görməliyik. Kim müzakirə edir? Yəni, Şah İsmayılı, Sultan Səlimi, Nadir Şahı, Ağ qoyunları, Qara qoyunları, Osmanlıları, bütün Türk xanədanlarını, Türk imperiyalarını müzakirə edəcək şəxslər o qədər samballı adamlar olmalıdırlar. Yəni, ən azından o dövlətlərin, o qurucu babaların, o kişilərin adamlarıyla müzakirə etməlidir. Burada məsələ başladı. Hardan? Şah İsmayıldan, Nadir Şahdan, Bəyazitdən, Səlimdən, Süleymandan gəldilər, düşdülər. Sən beləsən, sən eləsən, sən uşaq vaxtı bunu eləmişdin, sən o vaxtı belə demişdin, sən bu vaxtı belə. Şah İsmayıl da qaldı kənarda, Sultan Səlim də qaldı kənarda, hamısı qaldılar kənarda və nəticədə o babalarımızın ruhunu bunlar nə qədər o səviyyəni aşağı salmaqla təhqir etmiş oldular. Mən belə düşünürəm. Haqlısınız. Mən bir replika yazmışdım. Şah da mənimdir, Sultan da mənimdir. Bəli. Qardaş, bu tarixi şəxsiyyətləri müzakirə eləyəndə bir Allahınız olsun, biraz bu sağınıza, solunuza baxın. Elə qılıncı alırsınız, çapırsınız və yenə deyirəm, son nəticədə gəlirsiniz, bir-birinizi, şəxsinizi təhqir etməklə yekunlaşdırırsınız bu məsələni. Yəni, məişət səviyyəsinə salırsınız. Mən də maraqlı. Olmaz belə. Bu dövrdə, bax, nə ehtiyac var Şah İsmayılın müzakirəsində? Dəli bir quyuya daş atdı, 100 dənə ağıllı yeri. 500 ildən başlayan düşünülmüş ki, niyə müzakirə edir? Bilirsiniz niyə? Farsların atdığı bir fitnədir ki, siz Şah İsmayıldan imtina eləyin, biz götürək. Doğru. Onsuz da Nizamini də özlərinə çıxırlar, Füzulini də hamını özlərinə çıxırlar da bunlar. Düzdür? Doğru. Düzdür. Biz burada nə bilim, gətiririk Şah İsmayılı hansısa bir təriqət yaxşı ifadə işlətdiniz, təriqət mollası kimi təqdim olmaz bu qədər. Və yaxud Səlimi və yaxud Bəyaziti və yaxud Sultan Süleymanı gətiririk ki, hansısa bir yenə bir təriqət şeyxi səviyyəsinə salırıq. Olmaz belə, qardaş. Bunlar bizim keçmişimizdir, bunlar bizim tariximizdir, bunlar bizim qürurumuzdur. Hamısı bir yerdə, bir vahiddirlər, birdirlər. Mən sizə əmin edirəm ki, nə Şah İsmayılın öz yaşadığı dövrdə belə bir problem olmayıb, qardaş. Yəni, bunu gətirib sünniləşdirib, şiyələşdirirlər. Bunu gətirirlər, təriqət davasına çevirirlər. O boyda kişinin o boyda mübarizəsi, qurduğu o boyda dövlət qalır kənarda və yaxud Səlimin olsun və yaxud Sultan Süleymanın olsun, o boyda qurduqları bunların bu dövlətlər qalır qıraqda. Gətirirlər bunları bir balaca bir öz merkantil maraqlarına, öz şəxsi belə deyək, maraqlarına, bəziləri bundan siyasətən istifadə edir, bəziləri bundan ictimai nüfuzunun hansısa öz ağlında, öz düşüncəsində artırılması üçün, bəzisi sadəcə tanınaqlıq baxımından hansısa bir polemikalara girişir və orada da məntiq itir, məna itir, hər şey qalır kənarda. Yenə deyirəm, keçir məsələ şəxsi təhqirə, bir-birinin şəxsinə olan müzakirələrə və sonunda o böyük liderlər, o böyük şəxsiyyətlər, o böyük sərkərdələr, o böyük dövlət xadimləri
Bunların bu fonunda kiçilir olur heç nə.